Gedən yerim var, gəl aparın. Ana dişlərimi düzəltməyə də ixtiyarım yoxdur. Soğuq deyəndə də ağrıdırdı, isti deyəndə də ağrıdırdı. Bax, qabaq dişlərimin dördü də. Onun vaxtından yaxşı həkimə rast gəldim. Kimdir? Mən də dişlərimi həkimə göstərsəm pis olmaz. O, Ziya Nəsibzadə pullu poliklinikada işləyir. Deməli harası həmişə onunla gedirsən, hə? Gördün? Yenə meyransı arvad ağzını qoyub Allah yolunda. Öz aramızdır, düz deyir. Məndən nöş gizlədirsən, hacı. İstəyirsən deyim sənin dişlərinin ölçüsünü neçə dəfə götürüblər? 2 dəfə. Mənim bu işə daxilım yoxdur. Sizi mənə məsləhət görəndə şübhə eləyirdim. Axı çox cavansız, yalnız sizin yanınıza gələcəyim. Buyuruz, qulluğunuzda hazıram. Amma bizim görüşümüz qaldı, Allah bilir bir dənə vaxta. Dişləriniz cavabacaqdır. Mənim sizdən bir xahişim də var. Buyurun, hazıram qulluğunuzda. Çox rəsmi danışırsınız, mənə doğrudan da kömək lazımdır. Mənim anam üçün protez düzəltməlisiniz. Nə vaxtsa söz gətirə bilərsiniz. Heyif ki, bura gətirə bilməyəcəyəm. Onun ayaqları tutulub. Onda necə deyirsiniz? Mən gələm sizə. Minnətdar olaram. Atamdan oyla bacara bilmirəm. Deyirəm ki, həyətin o başında ev tikmişəm sənin üçün. Ged otur xarabanda. Heç nə vecinə gəlmir onun. Deyirəm ki, əl arvatdıqda medal da qazanmışıq. Daha nə istəyirsən? Yo, əl çəkən döyünə. Özgəsinin sirri mənə lazım deyil. Amma qaynananı başa sal. Necə olsa yaxşı çıxır. Yaxşı, çalışaram. Hara gələcəksən? Sənin o diş həkimimin yanına. Ziya Nəsibzadənin kabineti hardadır? Buradadır, özü gedib. Hara? Bilmirəm,